154-cü suala baxaq. Deyir, Pekin şəhərinin yerin xəyali oxu ətrafında orta fırlanma sürətini müəyyən edin, kilometr saat ilə. Sürət düsturunu bilirik. V bərabərdir, S bölünsün T. Yəni, gedilən yolu zamana bölürük. Baxaq, biz bunun üçün ilk növbədə Pekinin yerləşdiyi paraleli tapmalıyıq. 40 dərəcəli paraleldə yerləşir. 40 dərəcəli paraleldə 1 dərəcəlik paralel qövsü 85,4 kilometrdir. Biz ümumi gedilən yolu, yəni bu çevrənin tam uzunluğunu tapmaq üçün 1 dərəcə 85,4-dürsə, çevrə 360 dərəcə olduğuna görə 360 dərəcəni vurarıq 85,4 kilometrə və 40 dərəcəli paralel çevrəsinin uzunluğunu taparıq. 30.744 edir. Və 40 dərəcəli paralel bu 30.744 kilometri 24 saata fırlanır. Yer kürəsi çünki 24 saata bir tam dövrəni vurur. Ona görə gedilən yola 30.744 kilometr yazırıq, çünki paralelin uzunluğu 30.744 kilometrdir. Və paralel tam dövrəni bir dəfə fırlanmanı 24 saata başa vurur. Bunu böldükdə isə eləyir 1281 kilometr. Bölünsün saat. Amma bunun belə bir asan yolunu da deyə bilərəm. Biz nə etdik demək? Paralelin 1 dərəcəlik qövsünü, yəni 85,4 kilometri vurduq 360-a, böldük 24 saata. Burada çevrənin uzunluğunu tapdıq, burada isə bir dəfə tam dövrəni başa vurduğu vaxtdır. Burada biz 360-dan 24-ü ixtisar eləsək, 15 qalar və beləliklə yeni bir düstur ortaya çıxar. Deməli, paralellərin 1 dərəcəlik qövsünü 15-ə vursaq, asanca onların orta sürətini tapa bilərik. Yəni, bu yol daha asandır. 15 dərəcə eyni zamanda yer kürəsinin 1 saata hərəkət etdiyi məsafədir. Yəni, 1 saata 15 dərəcə hərəkət edir yer kürəsi. Ona görə elə 1 dərəcəlik qövsü 15-ə vurduqda da bu cavabı ala bilərik.